Həyat bəzən insana çətin və yorucu kimi görünür. Amma dərindən baxanda hər şeyin bir mənası var. İnsan sevinclə yanaşı çətinliklərlə də qarşılaşır və bu zaman sual yaranır. Niyə axı belə olur? Əslində bu çətinliklər boşuna deyil. İnsanın səbrinin və gücünün yoxlayan bir imtahandır. Hər hadisə bizi ya yetişdirir ya da bizə bir dərs verir. Ona görə də həyat sadəcə çətinlik və yorğunluqdan ibarət deyil, düşünülmüş bir imtahan yoludur. Allah Quranda bu həqiqəti belə bildirir. Mülk surəsi ayə 2. O, hansınızın daha gözəl əməl edəcəyini sınamaq üçün yoxluğu və varlığı yaratdı. Əsas məsələ həyat həm də normal və rahat vəziyyətlərdən, həm də gözlənilməz çətinliklərdən ibarətdir və insan bu hallarda sınanır.